Sızanaq müalicəsi zamanı xəstələri düşündürən suallardan ən vacibi necə edək ki, müalicə dövründə dərimi çox qurumasın. Təbii ki, istənilən xəstədə sızanaq müalicəsi icra olunacaqsa, seçilən müalicə tipindən asılı olmadan yerli dərman vasitələrinin, o cümlədən dəriyə qulluq, yəni müalicəvi kosmetik vasitələrin tətbiqinə üstünlük veririk. Təbii ki, bildiyiniz kimi yağlı dəridə daha çox rast gəlinən sızanaq xəstəliyi yerli müalicə zamanı dərinin mərhələli şəkildə dərman vasitələrinin təsirinə məruz qalması önə çəkilir. Bu zaman dərinin ilk növbədə yağlı və sızanaqlı dərilər üçün nəzərdə tutulmuş, tərkibində aktiv ingrediyentləri olan, dərini çox mülayim dərəcədə təmizləyən, amma çox qurutmaq effekti verməyən yuyucu vasitələr birinci sırada durur. Təbii ki, üz dərisi yuyulduqdan sonra əgər axşam saatlarına doğru deyək ki, izotretinoin və yaxud da azelain turşusu tərkibli və yaxud da benzol peroksid tərkibli və eləcə də kombinativ dərman preparatları sızanaq əleyhinə təyin olunarsa, bu dərman vasitələrinin bəzi dərilərdə qıcıqlanma, qızartı, quruluq kimi hissələr yaratdığı meydana çıxa bilir. Belə hallarda həmin əlamətlərin, yəni gözlənilməyən əlamətlərin ortadan qalxması üçün xüsusi dəri nəmləndirici vasitələrin, kremlərin eyni zamanda istifadəsi tövsiyə olunur.